Salam, bugün mən sizə coğrafiya test toplusu 1-ci hissə 2025-ci il səhifə 53-də bir neçə məsələlərin izahını verəcəyəm. 53-dəki bir neçə məsələlərin izahını verəcəyəm. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən məsələlərin izahına baxa bilərsiniz. Kanala abunə olmaq yəni ödənişsizdir. Məsələ 55-ə baxaq. Səyyah A məntəqəsinin A nöqtəsindən 0 azimutla 6660 km, sonra isə 270 dərəcəlik azimutla 5124 km getdi. Səyyahın çatdığı nöqtənin coğrafi koordinatlarını və həmin nöqtə ilə A nöqtəsi arasında yerli vaxt fərqini müəyyən edin. Demək, əgər biz coğrafi paralellər və uzunluqlar mövzusunda biz bilirdik ki, 1 dərəcəlik qövsün uzunluğu paralel çevrələrinin dərəcələrində, 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdirsə, fikir versək, məsafələrə fikir versək, ekvatordan qütblərə doğru getdikcə məsafələr kiçilir. Çünki yer kürə formasındadır. Fikir verək. Meridianların ölçüləri dəyişmir. Bütün meridianların uzunluqları bir-birinə bərabərdir və qütblərdən keçirlər. Lakin paralellər isə, ekvatora çəkilmiş paralellər isə, fikir versək, yer kürə formasında olduğu üçün qütblərə doğru getdikcə məsafələr azalır. Yəni, məsafələr dəyişir. 40 da həm ekvatordan şimal coğrafi qütbünə doğru, həm də ekvatordan cənub coğrafi qütbünə doğru hərəkət etdikcə paralel çevrələrin uzunluqları azalır. Və 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Və qeyd edir ki, meridian xətti üzrə hərəkət ediriksə əvvəlcə, çünki səyyah A nöqtəsindən 0 azimutla 6660 km. A məntəqəsi yerləşir 20 dərəcə cənub enliyi, 30 dərəcə şərq uzunluğunda yerləşir. 30 dərəcəlik şərq uzunluğunda yerləşirsə, deməli biz meridian xətti üzrə hərəkət edirik şimala doğru 6660 km. Bunun üçün biz nə edirik? Yenə də 1 dərəcə demək, qövsün uzunluğu 111 kilometrdirsə, 6660 kilometr x buradan tapırıq 60 dərəcə. Deməli, biz 60 dərəcə şimala doğru hərəkət etmiş oluruq. Və çatdığımız məntəqə 40-cı paralelə uyğun gəlir. 40-cı paralelə uyğun gəlir. Və A məntəqəsi ilə 40-cı paralel arasında, yəni 20 dərəcə cənub enliyi ilə 40 dərəcə şimal enliyi arasında dərəcə fərqi 60 dərəcədir. 60 dərəcədirsə, burada qeyd etmişəm, 60 dərəcədirsə və sonra qeyd edir ki, səyyah sonra 270 dərəcəlik azimutla, yəni qərbə doğru biz hərəkət edirik. Qərbə doğru hərəkət edirik. 40-cı paraleldən qərbə doğru hərəkət edirik. 5124 kilometr. 5124 kilometri də dərəcəyə çeviririk. Bayaq qeyd etdim. 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometr, 5124 kilometr x buradan tapırıq 60 dərəcə. Deməli, biz 60 dərəcə qərbə doğru hərəkət edirik. Və 30 dərəcə qərb uzunluğuna çatmış oluruq. 30 dərəcə qərb uzunluğu ilə 30 dərəcə şərq uzunluğu arasında, bu iki dərəcə arasında dərəcə fərqi, meridian. 30 dərəcə qərb uzunluğu ilə 30 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 60 dərəcə edir. Fikir versək 60 dərəcə edir. Və bizə qeyd edir ki, səyyahın çatdığı nöqtənin coğrafi koordinatlarını və həmin nöqtənin A nöqtəsi arasında yerli vaxt fərqini müəyyən edir. Və çatdığımız məntəqə oldu 40 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğu. Və aralarında demək, yerli vaxt fərqini deyirsə, biz 60 dərəcəni saata çeviririk. 1 saata dönməsi üçün 15 dərəcə dönməsi üçün 1 saat vaxt lazımdırsa, çünki tam dövrəni biz bilirik ki,
360 dərəcə dönür 1 sutka ərzində, 24 saat ərzində. Ona görə də biz demək 1 saata 15 dərəcə dönməsi üçün bizə 1 saat vaxt lazımdır. Və 60 dərəcəni də 15-ə bölüb tapırıq 4 saat. Deməli, aralarında yerli vaxt fərqi 4 saat edər. Və məntəqənin coğrafi koordinatları 40 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğu. Məsələ 56-ya baxaq. Ekvator üzərində olan A nöqtəsi 110 dərəcə şərq uzunluğunda, B nöqtəsi A nöqtəsindən 3996 km şərqdə. Deməli, A məntəqəsi yerləşir 110 dərəcə şərq uzunluğunda yerləşir. Və B məntəqəsi A məntəqəsindən 3996 km şərqdə yerləşir. Fikir verək və ekvator xətti üzərində deyir. Ekvator xətti üzərində deyirsə, 1 dərəcəlik qövsün uzunluğu məsələlərin həllində çox vaxt 111 km götürülür. 3996 km, 1 dərəcə 111 km. Buradan tapırıq, tənasibi qrup tapırıq 36 dərəcə. Deməli, B məntəqəsi A məntəqəsindən 36 dərəcə fərqinə görə fərqlənir, yəni yerləşir. Dərəcə fərqi aralarında 36 dərəcədir. Ona görə də B məntəqəsi yerləşir 146 dərəcə şərq uzunluğunda yerləşir. A məntəqəsi 110 dərəcə şərq uzunluğu, B məntəqəsi 146 dərəcə şərq uzunluğu. Aralarında dərəcə fərqi 36 dərəcə. Sonra qeyd edir ki, C məntəqəsi isə 8991 km qərbdə yerləşir. Yenə də ekvator xətti üzrə hərəkət edirik. Demək, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 8991 km x 81 dərəcə. Deməli, biz 81 dərəcə hərəkət etmiş oluruq. A məntəqəsi ilə C məntəqəsi arasında dərəcə fərqi 81 dərəcədir. Ona görə də məntəqəmiz düşür 29 dərəcə şərq uzunluğuna düşür. Deməli, C məntəqəsi yerləşir 29 dərəcə şərq uzunluğunda. Çünki ekvatora doğru hərəkət etmişik. Ekvator üzərində hərəkət edirik. Sonra qeyd edir ki, B və C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını müəyyən edin. Nəzərə alın ki, 1 dərəcəlik ekvator qövsünün uzunluğu 111 km-dir. Və demək, müvafiq saat qurşaqları deyirsə, deməli, B məntəqəsi yerləşir 146 dərəcə şərq uzunluğunda. Yenə də tənasibi qururuq. 1 saat 15 dərəcə dönürsə 146x, buradan 146-nı 15-ə bölüb tapırıq 9. Məxrəcə baxırıq, qalığa baxırıq, görürük 11. 7,5-dən böyük olduğu üçün üzərinə 1 gəlirik. Və şərq yarımkürəsində yerləşdiyi üçün biz saxlayırıq, olduğu kimi saxlayırıq. Və demək, B məntəqəsi yerləşir 10-cu saat qurşağı. 146 dərəcə şərq uzunluğuna fikir verək. Doğrudan da 146 dərəcə, deməli 10-cu saat qurşağının sərhədlərinə baxaq. 142,5 dərəcə şərq uzunluğu ilə 157,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 10-cu saat qurşağında yerləşir və məntəqəmiz yerləşir 146 dərəcə şərq uzunluğunda. Deməli, 10-cu saat qurşağında yerləşir. Sonra C məntəqəsi 29 dərəcə şərq uzunluğunda yerləşir. Yenə də 29-u 15-ə bölüb tapırıq 1, qalıqda 14, üzərinə 1 gəlirik. 2-ci saat qurşağı. Doğrudan da 2-ci saat qurşağının sərhədlərinə baxaq. Orta meridianı 30 dərəcə və sərhədləri 22,5 dərəcə şərq uzunluğu, 37,5 dərəcə şərq uzunluğu. 29 dərəcə şərq uzunluğu yerləşir 2-ci saat qurşağında. Məsələ 58-ə baxaq. A məntəqəsinin coğrafi koordinatları 64 dərəcə, demək, burada qeyd etmişəm, 64 dərəcə şimal enliyi və 81 dərəcə şərq uzunluğu. Deməli, A məntəqəsi yerləşir 81 dərəcə şərq uzunluğu, 64 dərəcə şimal enliyi. B məntəqəsi yerləşir 10 dərəcə cənub enliyi, 24 dərəcə qərb uzunluğu. B
B məntəqəsi yerləşir 24 dərəcə qərb uzunluğu, 10 dərəcə cənub enliyi. 10 dərəcə cənub enliyi, 24 dərəcə qərb uzunluğu. İndi məsələnin şərtini oxuyaq. Bu məntəqələrin hansı saat qurşağında yerləşdiyini və onlar arasındakı qurşaq vaxt fərqini müəyyən edin. Yenə də aralarında saat fərqi, dərəcə fərqinə baxaq. A məntəqəsi şərq yarımkürəsində yerləşir, B məntəqəsi qərb yarımkürəsində yerləşir. Ona görə də onları toplayırıq. 105 dərəcə. 105 dərəcəni də saata çeviririk 7 saat. Deməli, vaxt fərqi 7 saat. 81 dərəcə şərq uzunluğuna fikir verək. Hansı saat qurşağında yerləşir? 81-i 15-ə bölürük. 5, qalıqda 6, yəni 7,5-dən kiçik olduğu üçün olduğu kimi saxlayırıq. Çünki həm də şərq yarımkürəsində yerləşir. Çıxmırıq yəni. 5-ci saat qurşağı. Doğrudan da 81 dərəcə şərq uzunluğuna fikir verək. 81 dərəcə demək yerləşir. 5-ci saat qurşağın sərhədlərinə baxaq. 82,5 dərəcə, 67,5 dərəcə şərq uzunluğu arasında yerləşir. Yəni qalan bütün məntəqələr 5-ci saat qurşağında yerləşir. A məntəqəsi yerləşir 5-ci saat qurşağında. B məntəqəsi deməli 24-ü 15-ə bölürük. Çünki 24 dərəcə qərb uzunluğunda yerləşir. 15-ə bölürük 1, qalığa baxırıq 9, 7,5-dən böyük olduğu üçün üzərinə 1 gəlirik, 2 və qərb yarımkürəsində olduğu üçün 24-dən 2-ni çıxırıb taxırıq 22. Deməli 22-ci saat qurşağında yerləşir. Doğrudan da fikir verək. 24 dərəcə qərb uzunluğu 22-ci saat qurşağında yerləşir. Sərhədlərinə baxaq. 22,5 dərəcə qərb uzunluğu, 37,5 dərəcə qərb uzunluğu arasında qalan bütün məntəqələr 22-ci saat qurşağında yerləşir. Bizim məntəqədə yerləşir 24 dərəcə qərb uzunluğunda. Məsələ 59-a baxaq. A məntəqəsinin coğrafi koordinatları, yenə də baxın, burada qeyd etmişəm. Coğrafi koordinatları. 42 dərəcə şimal enliyi, 42 dərəcə şimal enliyi və 54 dərəcə şərq uzunluğu. 42 dərəcə şimal enliyi, 54 dərəcə şərq uzunluğu. B məntəqəsinin coğrafi koordinatları 33 dərəcə cənub enliyi, 16 dərəcə qərb uzunluğu. 33 dərəcə cənub enliyi, 16 dərəcə qərb uzunluğu. B məntəqəsinin coğrafi koordinatları. Sonra deyir ki, bu məntəqələrin hansı saat qurşağında yerləşdiyini və onlar arasında yerli vaxt fərqini müəyyən edin. İkisi də müxtəlif yarımkürələrdə yerləşdiyi üçün dərəcə fərqi 16 dərəcə qərb uzunluğu, 54 dərəcə şərq uzunluğu. 70 dərəcə. Dərəcə fərqi 70 dərəcədir. 70 dərəcəni də saata çeviririk. 70-i 15-ə bölürük 4, qalıqda 10. 10 dərəcəni də çeviririk dəqiqəyə. 40 dəqiqə, 4 saat 40 dəqiqə edər. 4 saat 40 dəqiqə edər. Aralarındakı saat fərqi, yerli vaxt fərqi. 54 dərəcə şərq uzunluğu bölürük 54-ü 15-ə, demək 3, qalıqda 9, yəni 7,5-dən böyükdür. Üzərinə 1 gəlirik. Şərq uzunluğu olduğu üçün 4-cü saat qurşağında yerləşir. A məntəqəsi 54 dərəcə şərq uzunluğu 4-cü saat qurşağında yerləşir. Doğrudan da 4-cü saat qurşağının sərhədləri 52,5 dərəcə şərq uzunluğu, 67,5 dərəcə şərq uzunluğu arasında bütün məntəqələr 4-cü saat qurşağında yerləşir. Və 54 dərəcə şərq uzunluğu yerləşir 4-cü saat qurşağında. Və 16-cı saat qurşağı, daha doğrusu 16 dərəcə qərb uzunluğu, 16-nı 15-ə bölürük 1, qalıqda 1, yəni qərb uzunluğunda olduğu üçün 24-dən 1-i çıxıb tapırıq 23. Doğrudan da demək 16-cı saat qurşağına baxaq. 16-cı saat qurşağı, daha doğrusu 16 dərəcə qərb uzunluğu yerləşir 23-cü saat qurşağında. Sərhədləri 22,5 dərəcə qərb uzunluğu, 7,5 dərəcə qərb uzunluğu. Buna görə də yerləşir 23-cü saat qurşağında. Və saha aralarındakı saat fərqi də 4 saat 40 dəqiqə edər. Yerli vaxt fərqi. Məsələ 60-a baxaq. Təyyarə coğrafi koordinatları 40 dərəcə cənub enliyi və 142 dərəcə şərq uzunluğu olan A məntəqəsində. Deməli 40 dərəcə cənub enliyi və 142 dərəcə şərq uzunluğunda.
A məntəqəsi yerləşir və qeyd edir ki, A məntəqəsindən 90 dərəcəlik azimutla, yəni şərqə doğru. 90 dərəcə uçduqdan sonra, deməli, baxın, biz şərqə doğru hərəkət ediriksə, A məntəqəsi yerləşir 142 dərəcə şərq uzunluğa. 90 dərəcə hərəkət ediriksə, biz əvvəlcə 180 dərəcəlik meridiana çatırıq və artıq 180 dərəcəlik meridiandan keçirik qərb yarımkürəsinə. Qərb yarımkürəsinə keçiriksə, deməli 142 dərəcə şərq uzunluğu ilə 180 dərəcəlik meridian arasında dərəcə fərqi 38 dərəcə. Qərb yarımkürəsinə keçəndən sonra 52 dərəcə hərəkət edirik. Toplamda biz 90 dərəcə hərəkət etmiş oluruq. Və çatdığımız məntəqə 128 dərəcə qərb uzunluğu olar. Sonra qeyd edir ki, B məntəqəsində yerə enmişdir. B məntəqəsinin yerləşdiyi saat qurşağı və coğrafi koordinatlar. Coğrafi koordinatı olar 128 dərəcə qərb uzunluğu, 40 dərəcə cənub enliyi. Paralel yəni olduğu kimi qalır. Və demək, biz 128 dərəcəni 15-ə bölürük. Hansı saat qurşağında yerləşdiyini tapmaq üçün. 8. 8-də qalığa baxırıq 8. Ona görə 7,5-dən böyükdür. Üzərinə 1 gəlib tapırıq 9. Lakin qərb yarımkürəsində yerləşdiyi üçün biz 24-dən 9-u çıxıb tapırıq 15-i. Deməli, B məntəqəsi yerləşir 15-ci saat qurşağında. Doğrudan da 128 dərəcə qərb uzunluğuna fikir verək. 128 dərəcə qərb uzunluğu 15-ci saat qurşağında yerləşir. 15-ci saat qurşağının orta meridianı 127 dərəcə, 127,5 dərəcə qərb uzunluğu, 142,5 dərəcə qərb uzunluğu arasında qalan bütün məntəqələr 15-ci saat qurşağında yerləşir. Və orta meridian da 135 dərəcədir. Deməli, 128 dərəcə qərb uzunluğu, 40 dərəcə cənub enliyi, 15-ci saat qurşağı. Məsələ 61-ə baxaq. Təyyarə coğrafi koordinatları 40 dərəcə cənub enliyi, 143 dərəcə şərq uzunluğu olan A məntəqəsində. Yenə də deməli 40 dərəcə cənub enliyi, 143 dərəcəlik meridian, 143 dərəcə şərq uzunluğu, 40 dərəcə cənub enliyi. Və qeyd edir ki, 90 dərəcəlik azimutla. Yenə də 90 dərəcəlik azimut deyirsə, biz şərqə doğru hərəkət edirik. Əvvəlcə deyir 90 dərəcə uçduqdan sonra B məntəqəsində yerə enmişdir. Bayaqki qaydada biz şərqə doğru 90 dərəcə hərəkət edirik. 180 dərəcəlik meridiana çatırıq və sonra qərbə doğru hərəkət edirik. Qərb yarımkürəsinə keçmiş oluruq. Toplamda biz 90 dərəcə hərəkət etmiş oluruq və 127 dərəcə qərb uzunluğuna çatırıq. B məntəqəsinin coğrafi koordinatları olur 127 dərəcə qərb uzunluğu, 40 dərəcə cənub enliyi. Paralel yəni olduğu kimi qalır. Və sonra qeyd edir ki, coğrafi koordinatlarını müəyyən edin. Demək, hansı saat qurşağında deyir? B məntəqəsinin yerləşdiyi saat qurşağı. 127 dərəcə qərb uzunluğu, 127-ni 15-ə bölürük 8, qalığa baxırıq 7. Yəni olduğu kimi saxlayırıq. 24-dən 8-i çıxırıq 16. Deməli 16-cı saat qurşağında yerləşir. Bayaqki kimi qeyd etdik. 127 dərəcə qərb uzunluğu, 127 dərəcə qərb uzunluğu 8-ci 16-cı saat qurşağında yerləşir. Artıq qərb yarımkürəsinə keçiriksə 127 dərəcə qərb uzunluğu. 16-cı saat qurşağının sərhədləri 127,5 dərəcə qərb uzunluğu, 112,5 dərəcə qərb uzunluğu arasında bütün məntəqələr 16-cı saat qurşağında yerləşir. Bizim məntəqəmiz də yerləşir 127 dərəcə qərb uzunluğunda. Deməli, doğru cavab 40 dərəcə cənub enliyi, 127 dərəcə qərb uzunluğu və 16-cı saat qurşağı. Məsələ 62-yə baxaq. Müşahidəçi A şəhərində günəşin Bakıya nisbətən 5 saat 20 dəqiqə gec çıxdığını görmüşdür. Bu məntəqənin coğrafi uzunluğunu müəyyən edin. Yəni də 5 saatı 20 dəqiqəni dərəcəyə çeviririk.
5 saatı çevirirsə, deməli 1 saat 15 dərəcə, 5 saat x tapırıq 75, dəqiqəni də çevirəndə 5 dərəcə, toplayanda 80 dərəcə. Deməli, Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Biz 80 dərəcə hərəkət ediriksə, qərbə doğru, 30 dərəcə qərb uzunluğuna çatmış oluruq. Çünki deyir ki, Bakıya nisbətən 5 saat 20 dəqiqə gec çıxır həmən məntəqədə. Deməli, biz qərb yarımkürəsinə keçmiş oluruq. Ona görə də digər məntəqə olur 30 dərəcə qərb uzunluğuna düşür. Çünki aralarında dərəcə fərqi 80 dərəcədir. Məsələ 63-ə baxaq. Səyyah günəşin Bakıya nisbətən 5 saat gec çıxdığını görmüşdür. Burada da 5 saat gec çıxıb Bakıya nisbətən. 5 saat deyirsə 75 dərəcə. Dərəcə fərqi 75 dərəcədir. Və qeyd edir ki, 5 saat Bakıya nisbətən tez, 5 saat tez çıxır. Tez çıxırsa, deməli, həmən məntəqə yerləşir 125 dərəcə şərq uzunluğu. Çünki aralarında dərəcə fərqi 75 dərəcədir. Tez çıxır. Bakıdan tez çıxır da günəş. Məsələ 64-ə baxaq. Ekvator üzərində yerləşən aralarında yerli vaxt fərqi 32 dəqiqə olan məntəqələr arasındakı məsafə 1 bölünsün 2 milyon miqyaslı, yəni 1-2 milyona nisbətən miqyaslı xəritə üzərində neçə santimetr olduğunu müəyyən edin. 32 dəqiqəni çevirək dərəcəyə, 32 dəqiqəni dərəcəyə çevirək. 1 dərəcə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa, 32 dəqiqə x. Buradan tapırıq 8 dərəcə. 8 ekvator xətti üzərində deyirsə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 8 dərəcə x. Buradan tapırıq 888 kilometr. Miqyasımızı verir. Bizi miqyasımız əgər ədədi miqyası, adlı miqyasa çevirəndə biz 100 minə bölürük. İndi məxrəci, yəni 2 milyonu 100 minə böləndə 1 santimetrdə 20 kilometr edər. Həqiqi məsafəmiz 888 kilometr, miqyası 20 kilometr. Xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafəni miqyasa bölürük, tapırıq 44,4 santimetr. Məsələ 53-ə baxaq. Daha doğrusu 65-ə baxaq. Sonuncu məsələmiz 65-ə baxaq. Ekvator üzərində yerləşən, aralarında yerli vaxt fərqi 36 dəqiqə olan məntəqələr arasında məsafə xəritədə 33,3 santimetrdir. Xəritənin miqyasını müəyyən edin. Yenə də dəqiqəni dərəcəyə çeviririk. 36 dəqiqəni 9 dərəcə. Ekvator üzərində hərəkət ediriksə 9 dərəcə 999 kilometr. Həqiqi məsafəmiz olur 999 kilometr. Xəritədəki məsafə 33,3 santimetr, həqiqi məsafə 999 kilometr, miqyas bərabərdir. Həqiqi məsafəni xəritədəki məsafəyə bölürük, buradan tapırıq 1 santimetrdə 30 kilometr. Və izahlı miqyası ədədi miqyasa çevirəndə 100 minə vururuq, tapırıq 1-in 3 milyona nisbəti miqyaslı xəritəni tapmış oluruq. Miqyasımız olur 1 bölünsün 3 milyon.